Salam, hər vaxtınız xeyir. Bugün sizinlə 26 apreldə keçirilmiş ümumi sınav imtahanı suallarına baxacağıq. Başlayaq ilk sualdan, 21-ci sualdan. Burada bizə nə deyir? Demək, 16-lıq sayı sisteminin rəqəmləri fərqli olan ən kiçik 3 rəqəmli ədədi. Burada çox adam səhvən 1, 2, 3 cavabını fikirləşə bilər. Amma 1, 2, 3 ən kiçik demək deyil. 1, 2, 3-dən daha kiçik bir ədəd var ki, bu da 1, 0, 2 ədədidir. 16-lıq sayı sistemindədir, düzdür? 16-lıq sayı sisteminin rəqəmləri fərqli olan ən kiçik 3 rəqəmli ədədini tapdıq. Sonra isə bu ifadəni 10-luq sayı sisteminə çevirdik. 10-luq sayı sisteminə çevirəndə üzərinə yazırıq 0, 1 və 2. Və bunu yazandan sonra yazırıq 1 vurulsun 16-nın kvadratı. Üstə gəlsin 0-ı yazmağın bir ehtiyac yoxdur, mənası yoxdur. Üstə gəlsin 2 vur 16 üstü 0. Bu ifadəni də yazdıq. Burada nə görürük? 16-nın kvadratı bizə verəcək 256. Bu da 2 vur 1 deməkdə. Yəni, toplam cavabımız eləcək 258, yəni B variantı. Keçək ikinci sualımıza. Burada bizə deyir ki, birbaşa müraciətli xarici yaddaşa aid olmayan variant hansıdır? Gedək demək qayda hissəsinə birbaşa müraciətli və ardıcıl müraciətli yaddaşa baxaq. Baxın, birbaşa müraciətli yaddaş deyəndə nədən söhbət gedir? Baxın, xarici yaddaş iki hissəyə bölünür. Kitabda səhifə 23-də ətraflı tanış ola bilərsiniz. Birbaşa müraciətli xarici yaddaşa aiddir sərt disk, flashkart, optik disk və s. Yəni, optik disk dediyimiz CD, DVD-lər və s. Ardıcıl müraciətli yaddaş maqnit lentidir. Maqnit lentinə informasiyanı birbaşa yazma şansımız yoxdur. Bunun üçün xüsusi qurğu olan strimmerdən istifadə olunur. Ona görə də bizim sualda birbaşa müraciətli yaddaşa aid olmayan variant hansıdır? Bu olacaq C variantı maqnit lenti. Gedək növbəti suala. Aparat və proqram kimi iki növü olub, kompüter resursları vasitəsilə vaxt ləngiməsi və ölçüsünü təmin edən vasitə hansıdır? Burada da yenə, bu hissəni də qayda kitabından göstərim. Baxın, sayğac adlı bir qrupu var ki, burada nə yazır? Kompüter resursları vasitəsilə vaxt ləngiməsi və ölçüsünü təmin edən vasitədir. İki növü var, aparat və proqram. Aparat sayğacı mərkəzi prosesordan asılı olmadan fəaliyyət göstərir, işləyən zaman kəsilmələri generasiya edir. Yəni, belə bir qaydadır. Bunu da bilməyimiz lazım idi. Digər qurğulara baxsaq, chipset daxili qurğular arasında informasiya mübadiləsidir. Xarici qurğuların prosesor tanıdılması üçün kontrollerdən istifadə olunur. Adapter var. Burada deyirlər ki, siqnalların bir tezlikdən digərinə keçisini təmin edir. Həmçinin konnektorda qurğuların əlaqələndirilməsi üçün istifadə olunan bir hissədir. Növbəti sualımıza baxaq. Algoritmlə bağlı bir sualdır. Mürəkkəb dövrü algoritm hesab olunur. Bu algoritmdə sizdə məsələnin həlli, yəni misalın cavabı lazım deyil. Sadəcə dövrlərin sayı lazımdır. Dövrlərin sayı, təkrarlamaların sayı necə tapılır? Hər dəfə üstdəki ədəddən altdakını çıxırsınız, 2 və 3 yazmayıb. 3-dən çıxırsınız 2-ni, üstə gəlirsiniz 1-i. Bu elədir 2. Və buradan da 6-dan 3 çıxıb üstə gəlirik 1-i. Bu da bizə verəcək 4. Düzdür? 2 vur 4 də verəcək 8. Əslində, burada sualın tam olaraq mahiyyəti budur ki, i-nin 2 qiymətində j-nin 3, sonra 4, 5, 6 qiymətləri icra olunur, düzdür? Demək, 4 dəfə dövr getdi də. Sonra təzədən i-nin 2 qiyməti qutardı artıq. i-nin 3 qiymətinə keçirəm. Təzədən j-nin 3, 4, 5, 6 qiymətləri icra olunur. Yəni, 4-ü burada, 4-ü burada. Toplam 8 dəfə dövr getdi. Doğru cavab olacaq A variantı. Getdi 25-ci suala. Verilənlər bazasının idarəetmə sistemləri hansı növ proqram təminatı hesab olunur? VBS-lər təbii proqramlardır. Düzdür, çox adam bunu sistem və ya instrumental hesab edənlər var. Elə bu səhvləri, yəni bu səhvlərin oluna biləcəyini fikirləşib bir sual salmışıq. VBS-lər hesab olunur tətbiqi proqramlar. Instrumental sistem və s. bunlar heç bir halda uyğun deyil. Düzdür, demək, verilənlər bazası üzərində işləyən bir SQL adlı dil var. SQL instrumentaldadır. Və ya da sistemin ümumiyyətlə əlaqəsi yoxdur. Universal tətbiqi və ya da ümumi təyinatlı tətbiqi deyə bilərik. Doğru cavab E variantı. Davam edin növbəti sualla. Yazır ki, 8 kilobayt həcmi olan klasterə 2048 bayt, yəni 2 kilobayt deməkdir bu. 2 kilobayt həcmli qrafik fayl yazılıb. Klasterin boş qalan yaddaş sahəsinə hər birinin həcmi 2 kilobayt olan neçə fayl yazmaq olar? Burada doğru cavab təbii ki, 0-dır.
İndi bəzi yoldaşlar 2 kilobaytı fayl yazılandan sonra fikirləşə bilərlər ki, klasterin 6 kilobaytı boşdur. Orada 2 kilobayt 3 dənə fayl yazım. Amma bu məntiqlə getmir. Çünki fayllar diskə bir klasterdə bir fayl prinsipindən yazılır. Əgər klasterə biz artıq bir fayl yazmışıqsa, yuxarıda görsənir hansı ki, artıq növbəti fayllar yaza bilməyəcəyik. Ona görə bir klasterdə bir fayl ola bilər. Növbəti fayllar yazıla bilməz. Doğru cavab Y variantı. Növbəti nə deyir bizə? İş masasının kontekst menyusundan view əmri açılan alt menyudan hansı əmri icra etmək olmaz? Gedək baxaq. Bax, sağ düymə vururam, view əmri. Buradan var large, medium, small icons. Yəni ikonları çox, yəni böyük, orta, kiçik ikonlarını göstərə bilərəm. Auto arrange icons. Dağınıq şəkildə yerləşən faylları aparır sol yuxarı tərəfdən sıralı düzür. Align icons to grid rejimi bu ekranı dama-dama formaya gətirir. Sertifikat formasına gətirir ki, siz artıq yəni fayllar bir-birinin üstə çıxmasın, səliqəli görsənsin. Show desktop icon veriləndə isə ekran ikonlarını göstərib və də gizlədir. İndi baxaq sualımıza. Deyir ki, obyektlər arasında obyektləri avtomatik olaraq sol yuxarı tərəfə doğru nizamlamaq. Bu aydın məsələdir ki, var. Sonra deyir ki, ekrandakı piktogramları gizlətmək, bunu da edə bildik. Ekrandakı piktogramları son düzəliş tarixinə görə sıralamaq. Baxın, son düzəliş tarixinə görə sıralamaq sort by əmrinin içərisində olur. View-nun içərisində olmur. Yəni, son düzəliş tarixi date modified gedərdi. Elə C variantı cavabımız doğru olmayan. Ekrandakı piktogramları kiçik ölçüdə göstərmək bu var idi. Obyektləri ekranın tor xətləri üzrə nizamlamaq bu da var. Doğru cavab C variantı. Davam edək. C diskinin F5 qolunda olan faylı C diskinin F9 qolundan sıçan sol düyməsi ilə sürükləyən zaman Ctrl düyməsi sıxılarsa hansı əməliyyat icra olunur? Burada belə bir məsələ var ki, drag and drop texnologiyasından söhbət gedir. Hansı ki, eyni bir məntiqi diskin içərisində faylları bir yerdən digər yerə sürükləyən zaman move əməliyyatı icra olunur. Yəni, yer dəyişmə əməliyyatı icra olunur. Amma fərqli məntiqi disklər arasında sürükləyən zaman, yəni məsələn C-dən D-yə sürükləyən zaman, bu zaman copy gedir. İndi biz görürük ki, bunlar eyni bir məntiqi diskin içərisindədir. Əslində move əməliyyatı icra olunmalıdır. Amma ikinci bir tərəfdən də Ctrl düyməsi sıxılıb. Əgər Ctrl və ya da Shift düyməsi sıxılarsa, artıq eyni və ya da fərqli məntiqi diskdə olmanın heç bir önəmi qalmır. Shift sürükləyəndə, yəni dediyim kimi, hansı diskdə olmanı baxmayaraq, yer dəyişmə əmri icra olunur. Ctrl sıxılanda isə köçürmə və hətta faylın sürətinin alınması əmri baş verir. Bizdə doğru cavab olacaq D variantı. Faylın sürəti alınır. Aydın oldu. Baxmayaraq ki, eyni bir diskin içərisindədir. Əslində move əməliyyatı getməlidir. Sol düyməni sıxıb aparsaq. Amma nə baş verdi? Ctrl-da bastıq deyə o zaman kopya əməliyyatı, yəni faylın sürətinin alınması icra olunur. Doğru cavab D. Davam edək. İnternetin əsas protokolu, baza protokolu hansıdır? Burada doğru cavab olacaq TCP/IP protokolu. Hansı ki TCP informasiyanı paketlərə bölür, etibarlı ötürülməsini təmin edir. Buna deyirlər nəqliyyat protokolu. Son məntəqədə həmin paketləri təzədən bir yerə yığıb istifadəçiyə təhvil verir. IP isə deyirlər marşrutlaşdırma və yaxud da routing protokolu. IP protokolu sadəcə məlumatların qarşı-tərəfə getməsinə cavabdeh hesab olunur. Bir çox yoldaşlar burada HTTP cavabını götürüb. HTTP Hypertext Transfer Protokol gedir. Hipermətnlərin ötürülməsi protokolu. FTP fayl transfer protokoludur. Demək, faylların ötürülməsi protokoludur. SMTP Simple Mail Transfer Protokol elektron poçtun ötürülməsi üçündür. www isə internet xidmətidir, heç protokol deyil. Yəni, bu isə bir xidmət hesab olunur, ən çox istifadə olunan xidmət hesab olunur. 30-cu sual, domen və onun məxsus olduğu ölkənin doğru verildiyi variantı seçin. Burada baxsa, gələ bunu da qayda hissəsindən göstərim. Deməli, domenlər hissəsində var beynəlxalq domenlər, var ölkə domenləri. Və ölkə domenlərinin içərisində görürük ki, Az Azərbaycandır, TR Türkiyədir, D Almaniyadır. Baxmayaraq ki, Almaniya, Germany sözü bilirik, amma Almanlar özlərinə Deutschland sözündən ilhamlanıb DY domeni götürüblər. Rusiyadır, CH İsveçrədir. Baxmayaraq İngiliscə Switzerland gedir, amma Confederate Helvetica sözlərinin baş hərflərindən ilhamlanıb özlərinə CH domeni götürüblər. Böyük Britaniya UK-dir, United Kingdom sözlərindən. Fransa FR, Ukrayna UA və Kanada CA, düzdürmü?
İndi baxaq bizim variantlarımıza. SV İsveçrə səhvdir. İsveçrə cığı olmalı idi. Konfederate Helvetica sözlərindən dedik ki. Yəni bu variant səhv variantdır. SV indi maraqlıdırsa İsveçin domenidir. K Kamerun yazıb, bu səhvdir. Kanadanın domenidir. Ümumiyyətlə testlərdə əsasən ya qonşu ölkələr deyim, ya Avropa, ya Amerika belə məşhur ölkələrdə Çin və belə bir domenlər verilə bilər. Yəni Kamerun biraz Afrika ölkəsidir. İnkişaf cəhətdən digərlərindən biraz zəif ola bilər bəlkə də. Ona görə Kamerun normalda domenlərdə yoxdur. Növbəti demək baxsaq, Böyük Britaniya dedik UK domenidir və də GB domeni də ola bilər. Düzdür, bizim kitablarda UK-dir. Əsas siz UK olan domeni baxacaqsınız. Bu da səhv variantdır. Almaniya dedik Deutschland sözündən DY kimi götürülür. G yox. Ukraynada U-a doğru cavabdır. Yəni B variantımız olacaq doğru cavab. Davam edək növbəti sualla. Veb-sayt, server və ya şəbəkə resursunun çoxsaylı mənbələrdən gələn saxta və həddindən artıq trafiklə yüklənərək işləməz hala gətirilməsi və hətta çökdürülməsi kiberhücumu necə adlanır? Burada doğru cavab olacaq DDoS hücumlar. Baxın, çoxlu sayda botlar vasitəsilə və yaxud da sorğu göndərir. Sistem yəni xidmətdən imtina verir də, yəni artıq cavab verə bilmir sorğulara. Bu olacaq DDoS hücumu. Doğru cavab budur. SQL injection. SQL kodlarından istifadə edir. Yəni o saytın bədiyim giriş panelinə müəyyən müdaxilələr edir və bunun hesabına sistemə giriş baş verir. Bu doğru cavab deyil. CIA əvvəlki sınaqlarda da olmuşdu. Burada demək, üç məsələ var. Konfidensiallıq, tamlıq, əlçatanlıq xassələridir. Bu informasiya təhlükəsizliyi və deyim, əsas punktudur, başlanğıcda deyilən bir hissədir. Meet man in the middle attack anlamında gelir. Bu ortadakı adam hücumu hesabı olunur. Bu da yəni dost deyil. Rootkitdə adından götürən root sözündən baxırıq ki, o sistemdə əsas hissələrin ələ keçirmə səlahiyyətlərinin yüksəldilməsi hesabına müəyyən təhlükələr yarada bilir. Doğru cavab olacaq DDoS. Distributed Denial of Service belə bir açılışı var. Getdik 32-ci suala. Access proqramda istifadə olunan əməliyyatlara hansı aid deyil? Access-də yoxdur statistik funksiyalar. Statistik funksiyalar Excel-də istifadə olunur. Çünki Excel İstərsəməsi hesablamalar olsun, digər funksiyalar olsun və s. Bu Excel-ə özəl bir şeydir. Yenə də baxın, bu hissəni göstərim. Deməli, Access-də bu hissələrlə bağlı baxaq. Deməli, əməliyyatların hissəsi. Baxın, səhifə 236-ya baxa bilərsiniz. Access 2019 verilənlər bazasında xüsusi əməliyyatlar. Ümumiyyətlə 4 tip əməliyyatlar var. Hesabi, müqayisə, məntiqi və xüsusi əməliyyatlar var. Bunlardan söhbət gedir. Bunda hansılardırsa kitabdan daha ətraflı şəkildə baxa bilərsiniz və yaxud da ekranda da paylaşıram, videonu dayandırıb da baxa bilərsiniz. Davam edək növbəti hissənin. Bildik ki, statistik funksiya Access-də yoxdur. Bu Excel-ə aid bir əməliyyatlardır. Burada da maraqlı suallardan biridir. Hansı ki, bir çox yoldaş bunu səhv yazıb. Burada nə deyir bizə? Bilik olimpiyadasına 10-cu sinifdə oxuyan qızlar. Demək, 10-cu sinifdə oxuyan qızlardırsa, bu adamların iki xüsusiyyəti var. Baxın, 10-cu sinifdə oxuyan qızlar gedib. Demək, sinifləri 10 olmalıdır. And bir dəqiqə, sinif 10 olmalıdır. Sinif bərabərdir 10. And bir də cins bərabərdir qız olmalıdır. Düzdürmü? Cins bərabərdir qız. Bu oldu 10-cu sinifdə oxuyan qızlar. Bir də nə edirik? Bu qızların, 10-cu sinifdə oxuyan qızlarla 11-ci sinifdə oxuyan oğlanlar. 11-ci sinifdə oxuyan demək, oğlanlar üçün yazarım sinif bərabərdir 11 and cins bərabərdir oğlan. Belə bir sorğu yazıram. Burada məsələ nədən ibarətdir? Deyirlər ki, niyə and yazdım ortada? Çünki sinif 10, and cins bərabərdir qız dedik, düzdürmü? Yəni mən ortada or yazsam, bu 1-də oxuyan, 2-də oxuyan, 5-də oxuyan bütün qızları tapardı, düzdürmü?
və hətta sinifi, yəni or yazsaydım, sinifi hansı olur olsun, yəni məktəbdəki hamını tapacaqdı. Yəni ki, or burada bizim üçün doğru fikir deyil. Sinif 10 and cins qız. Yəni hər iki şərt mütləq ödənən çoxluğu gətir. Həmçinin sinif 11 and cins oğlan. Hər ikisinin ödəndiyi cavabı gətir. Bundan sonra ortada or qoymalıyam, and yox. Niyə or qoyuram? Çünki bu çoxluq və bu çoxluğun birləşməsini gətirsin mənə. Yəni mütləq ki, bu şərtləri ödəyən adamlarla, bu şərtləri ödəyən adamların siyasını mənim üçün birləşdirsin. Ortaya and qoymaq doğru bir fikir deyil. Hənd olanda eyni bir adam həm onda, həm 11-də oxumalıdır. Cins kateqoriyasında həm qız, həm oğlan, yəni bu doğru gəlmir. Aydın oldu? Or olmalı. Yəni o çoxluqla, birinci çoxluqla ikinci çoxluğun birləşməsi mənasına baxılmalıdır. Doğru cavab olacaq D variantı. Gedək 34-cü suala. Slide sorter rejimində miqyas ən çox neçə faiz olur? Miqyasla bağlı buna diqqət yetirək ki, Word-də miqyas, minimal miqyas 10-500% olur. Excel-də və PowerPoint-də minimal və maksimal 10-400%-dir. Amma PowerPoint-in slide sorter rejimində xüsusi olaraq demək bir fərqlilik var. Burada da 20 və 200% arasında miqyas təyin olunur. Yəni maksimal miqyasda soruşursa götürəcək 200% C variantı. Burada nədir? Təqdimat 1-dən başlayan nömrələnmiş 50 slayd var. Təqdimatda 50 slaydımız var. Aşağıdakı əməliyyatlar icra olunarsa, sonda hansı nömrəli slaydın nümayiş olacağını demək müəyyən edin. Yazıb 10-cu slayd seçilmiş və Shift F5 kombinasiyası icra olunmuşdur. Bilirik ki, yəni Shift F5 nümayişə cari slayddan başlamaq deməkdir. Mən də 10-cu slaydı seçib Shift F5 vururamsa, nümayiş başlayacaq 10-cu slayddan. Sonra 25 və enter vururamsa 25-ci slayda keçirilirəm. Yəni plus 25 deyil, sadəcə 25. 25 keçdi 25-ci slayda. Sonra deyək ki, sağ düymə sıxılmış və previous əmri icra olunmuşdur. Previous əvvəlki deməkdir. Yəni mən 25-dəyəm. 25-dən əvvəlki slayd 24-dür. Bu məni keçirdi 24-də. Sonra deyək ki, sağ düymə sıxılmış. Burada deyək ki, sağ düymə sıxılmış və last viewed əmri icra olunmuşdur. Last viewed əmri də o deməkdir ki, ən son nümayiş olan nə isə onu geri qaytar, düzmü? 25 idim, bu mənə keçdi 24-də. Sonra last view deyəndə təzədən 24-dən 25-ə qaytarır məni. Burada da doğru cavab olacaq Y variantı. Davam edən növbəti sualına. Deyir ki, lent qrupu hansı lent qrupuna daxildir? Verilmiş lent qrupu hansı lent tabına aiddir? Bu sualdan söhbət gedir. Burada paraqrafdan söhbət gedir. Paraqraflar da yerləşir. Yəni gördüyünüz kimi layout lent tabında yerləşir. Doğru cavab D variantı olacaq. Yəni paraqraf 2 yerdə var, Home-da da var. Home-da da paraqraf var. Layout-da da var. Yəni Home-dakı nə biraz üzəri boldur. Layout-da isə bu formada yerləşir. Davam edir. F8 klavişini 3 dəfə sıxmaqla eyni funksiyanı yerinə yetirən qısa yol hansıdır? Deməli, bax F8 klavişini 3 dəfə sıxanda görə nə baş verir? F8-i əgər siz bir dəfə vursaz, bu sadəcə seçim rejimini aktivləşdirir. Ondan sonra oxları hərəkət edərək, yəni həmin hissələrin seçildiyini görərsiniz. F8-i 2 də vuran söz seçilir. 3-də cümlə seçilir, hansı ki bizə bu lazım idi. 4-də abzas, 5-də bütün sənəd seçilir. F8-i 3 dəfə vurmaq cümləni seçirdi. Həmçinin cümləni seçmək üçün Ctrl və mausun sol düyməsindən də istifadə edə bilərik. Yəni bu da olacaq Ctrl, mausun sol düyməsi. Sözlərində Ctrl, bir sənə sol düyməsi, doğru cavab B variantı. Bu suala format hissəl pəncərəsi necə açılır? Format hissəl açmaq üçün Ctrl 1-dən istifadə olunur. Ctrl 1 A variantıdır. Digər variantlar əslində Ctrl F find əmrini göstərir. Ctrl H replace əmrini göstərir. Ctrl demək D var burada. Ctrl D-nin özəlliyi nədir Excel-də? Ctrl D əslində Excel-də elə bir funksiya vermədi. Məsələn, Word-də bu font pəncərəsini açır. Və sonuncu Ctrl-R əmri. Ctrl-R-də nə edəcək deməli? Bizim məlumatlarımız var. Bu məlumatları sağa doğru yazmağa imkan verir Word-də. Excel üçün bu əmri icra edək. Burada hər hansı bir ifadə yazdı. Ctrl-R verdiyimiz anda gördüyünüz kimi sağa doğru əslində yazmadır Ctrl-R. Yəni Word üçün özəlliyi var. Amma Excel üçün bu düyməni xüsusi olaraq soruşmurlar. Davam edək növbəti. Bildik ki, bu sualda doğru cavab A variantıdır.
39-cu sual aşağıdakı formullardan hansı S3 xanasından B1 xanasına köçürülən zaman ref səhvi çıxarar? Məsələ nədən ibarətdir? Biz baxırıq ki, S3-dən B1-ə gəlməliyik. Yəni S3-dən B1-ə gələndə fikir verirsinizsə, C-dən B-yə gələndə sütunlar bir dənə azalmalıdır. Düzdür? Mən baxıram ki, sütunların bir dənə azalmağı A-da problem deyil, B-də problem deyil, burada problem deyil. Həmçinin bunlarda da problem yaratmır. Çünki A sütununda hər hansı bir məlumatım yoxdur. Varsa da dollarlı şəkildə, mütləqləşmiş şəkildədir. Ona görə problem deyil. Burada əsas məsələ 3-dən 1-ə gəlməkdir. 3-dən 1-ə gələndə sətirlər 2 dənə azalmalıdır. Bax görək harda sətirlər 2 dənə geri gedə bilməz. Görürsüz burada gedə bilir. Burada da gedə bilər. Burada gedə bilmir. Görürsüz 2-dən mən 2 dənə əvvəl getsəm, düşməliyim D0 xanasına. Exceldə D0 deyə bir xana olmadığı üçün elə errorumuz bu hissədədir. Digər hissələrdə də yəni bir sıxıntı yəni yoxdur. Doğru cavab C. Yəni köçürülə bilmədiyi xananı istəyir bir növ. B3 G10 diapazonuna neçə xana daxildir? Burada sayırıq. Demək, B-dən G-yə kimi var B, C, D, Y, F, G. Oldu 6 dənə sütun. Sətirlər sayanda nə edirik? Ondan çıxırıq 3-ü, üstə gəlirik 1-i. Ondan 3 sonra 7 üstəyə 1, 8. Yəni 6-nı da 8-ə vuranda olacaq 48. Yəni doğru cavab olacaq Y bəndi. Davam edək növbəti sualımızdan, 41-ci sualdan. 67 səhifəli sənəddir. İlk üç səhifəsinin hər birində demək 256 vur 512 piksel 256 vurulsun 512 piksel ibarət olan 512 rəngli palitra deyir. 512 2 üstü 9 deməkdir. Yəni hər pikselin 9 bit yer tutur. Bir təsvir var. Biz nə edirik? Alınmış cavabı kilobayta çevirməliyik. Bitdən kilobayta çevirəndə böləcəm 213-ə. Bunu da ixtisar edəcək 217-ni 213-ə böləndə qalır 204. Yəni 16 qaldı yuxarıda. Bu ədədləri bir-birinə vursam, demək 16-nı əvvəlcə 9-a vuraq. 144, onu da 3-ə vuranda 432 eləyəcək, səhv eləmirəmsə. 432 kilobayt. 144 3-ə vuranda, hə, böyle bir cavab alınır. Bir də növbəti hissəni hesablayaq. Növbəti hissə bizə nə deyir? Yazır ki, bu zaman demək, digər səhifələrin hər birində. Biz görürük 67 səhifənin 3-ü getdi, qaldı 64 səhifə. Bu 64 səhifənin hər birində demək, 48 sətir olmaqla. 48 sətir yazıram 16 vur 3 kimi. 64 simvol yazıram bu formada. 512 simvol əlifbada kodlaşdırıldığı üçün 9-a vururam. Cavab alındı bitlə. Aydın oldu. Baxın, demək 67 səhifənin 3-ü getmişdi, qalmışdı 64-dür. 64 səhifə, 48 yazdım 16 vur 3. 64 simvol yazdım 2 üstü 6 və 512 simvol əlifba da 2 üstü 9 deməkdir. 9 bitlə götürdük. Almış cavab yenə bitləndir. Çünki mən burada 512 simvol əlifba ilə hesabladım. Bitdi. Bitdən də keçirik kilobayta. Yəni 2 üstü 13-ə bölürük. Burada nə oldu? 6, 4, 10. Bu da 6, 2 üstü 16. 2 üstü 13-ə böləndə qaldı 2 üstü 3. Yəni 8. Burada 9-u 8-ə vuranda 72, 3-ə də vuranda 216. Və biz nə görürük burada? 432 biridir, 216 da biridir. Bunları da toplasa 432, 216. Neçə edəcək? 8, 4 və 6. Necə? 648 kilobayt. Davam edən növbəti 42-ci sualla. Burada da aşağıdakı əməliyyatları icra edildikdən sonra n20 alınarsa, m dəyişəninin ilkin qiymətini tapın. Ya burada belə bir sadələşmə eləyək. Bu hissə var. Bax, bunu mən yazaram ki, n bərabərdir. N bölü 3 çıx n bölü 6-nı ki, biz ortaq mərcə gətirək. N bölü 3 çıx n bölü 6. Bunu necə yazaq? Ortaq mərcə gətirək, hər ikisinin məxrəcinə 6 qoyuram. Burada olacaq 2m, yəni hər tərəfini 2-yə vurdum, deyil ki, bunun. Çıxılsın n bölü 6. Bu da mənə verir, n bölü 6 verir də. Yəni n bərabərdir, n bölü 6 yazaram burada. Yəni qısa olaraq ya burada yazaq, n bərabərdir, m bölünsün 6. Yəni bu ifadəni artıq buradan ləğv edək. İndi bizə nə deyir? Deyir ki, alqoritmin yerinə yetirilməsi nəticəsində ən sonunda n20 alınıb. Yəni, burada yazıram ki, n bərabərdir, yəni 20 bərabərdir, m çıx n, düzdür? İndi nə edəyərəm? Buradan yazaram ki, bu ifadədəyəm hələ ki, buradan yaza bilərik də n bərabərdir, m çıx 20. Bunu yazdıq. İndi burada da n-in qiyməti var, burada da var. Gəl bunları bir-birinə bərabər edək. Yazarım m çıx 20
bərabərdir m bölünsün 6. Bu ifadəni həll edəndə nə alınır? 6m çıxılsın 120, bu bərabərdir m-ə. Buradan da m atsaq bu tərəfə 5m bərabərdir 120. M eləyəcək 24. M-i 24 aldıqsa gedək birinci tənliyə. Yazıram 24 bərabərdir m plus 15. M deyəcək 9. Yəni axırdan əvvələ doğru tənlikləri bir yerinə qoyaraq bu cavabı almaq şansımız var. Doğru cavab 9. Davam edirik 43-cü sualına. Raster qrafik haqqında verilmiş fikirlərdən hansı doğrudur? İlk fayda bizə verir ki, raster qrafikada xətt nə qədər uzun olarsa, yadlaşsa o qədər az yer tutur, əslində çox yer tutur. Yəni raster qrafikada nöqtələrin hər birinin həcmi var. Yəni uzun xətt çəkmək üçün də çox nöqtə qoymalısınız. Demək ki, bu tərsinə olmalıdır. Raster qrafika təsvirlərin ölçülərinin böyüdülməsi keyfiyyətin kəskin şəkildə yüksəlməsinə yox, aşağı düşməsinə səbəb olar. Yəni təsvir böyüdükcə orada istər-istəməz keyfiyyət korlanır. Növbəti, hər bir pikselin dəqiq təyin olunmuş koordinatları rəng çalarlar. Bu doğru fikirdir. Piksellər hamısı eyni ölçüdə olur. Nizamlı şəkildə düzülür, doğru fikirdir. Piksellərin fiziki ölçüləri çox kiçik olduğundan onlara ayrıca bir kimi baxmaq olmaz. Düz deyir, bu da doğru fikirdir. Şəbəkə adapterlərin əsas xarakteristikaları hansıdır? Burada da baxın, şəbəkə adapterlərin əsas xarakteristikaları. Bunu da kitabdan göstərim. Baxın, şəbəkə adapterlərin əsas xarakteristikaları kitabda səhifə 253-dədir. Burada 3 əsas xarakteristika verilir. İstifadə olunan şəbəkə adapterinin 3 əsas xarakteristikası. Kompüterin qoşulduğu şinin tipi, ISA, EISA, microchannel kimi növləri var. Buna şəbəkə mərtəbəsinin sayı var, 32-lik, 64-lük və s. Və yaradılan şəbəkənin topologiyası var. Ethernet, ARPANET, tokening və s. Yəni bu formada. Bizdə də doğru cavab olacaq. Qoşulduğu şinin tipi, şəbəkə mərtəbəsinin sayı, yaradılan şəbəkənin topologiyası. 1, 3, 4. Gəldik növbəti sonuncu 45-ci suala. Word 2019-da lent tabları və əmrlər arasında olan uyğunluğu müəyyən edin. Bir də Homeland tabıdır. Homeland tabında yerləşir Replace əmri. Hansı ki, bunun ən axırıncı hissəsinə gəlsək, burada Editing hissəsi. Editingdə Find, Replace, Select kimi əmrlər var. Yəni, 1-ə uyğun olduğu B variantı. B-ni buradan silək artıq. Reference tabında nə var? Reference-də var Insert Caption əmri. Baxın, gəlirik bura. Fikir verirsə, burada Insert Caption əmri var. Hansı ki, müəyyən başlıqlardır. Yəni, düstur olsun, cədvəl olsun, qrafik olsun, bunları adlandırmaq üçündür. Sonra review tabında isə review tabında görə hansı əmrlər var? Reviewdə gördüyünüz kimi tezaurus deyə bir əmr var. Yəni sinonimlərin tapılması üçündür. Digərləri nədir? Columns əmri yerləşir bu layout əmrində. Yəni hər hansı mətni sütunlara bölmək üçündür. Bu da getdi. Heç bir aid deyil. Split əmri də yerləşir view-da. Split verib sənə də iki hissəyə, fiqur 2 hissəyə bölüb onları demək müqayisə edə bilərik. Sınavın izahı bu qədər. Əgər hər hansı suallar olarsa, videonun şərhlər bölümündə yaza bilərsiniz və ya özümə yaza bilərsiniz. Yəni qaranlıq qalan hissələri daha ətraflı şəkildə izah etməyə çalışacağam. Hər birinizə uğurlar.